Hər kəs salam. Deməli, keçən səfər video çəkdim və bəyənildi. Çox hala, həqiqətən də xoşbəxt oldum. Onun üçün artıq düşünürəm, bəlkə davamlı videoları çəkəcəm. Keçən səfər də demişdim ki, gələn video make-up videosu olacaq. İndi heç bir make-up yoxdur. Üzüm tərtəmizdir. Bir yerdə make-up edək. Açıq 30-40 dəqiqə vaxtım var və tez hazırlaşmalıyam. Ona görə düşünürəm ki, belə bir qısa video olsa belə, ümumiyyətlə make-up necə edirəm, hansı məhsulları istifadə edirəm, onları göstərmiş olacağam və 100% ki, məsləhət görə bilərəm. Çünki artıq illərdən işlətdiyim məhsullar olacaq bu dəqiqə. Make-up etməmiş öncə saçımı ya yığıram, ya da ki, abadok taxıram, ya da ki, belə bir zakolka taxıram. Ümumiyyətlə, rahat olmur make-up edərkən saçınız üzünüzə töküləndə. Ona görə gəlin başlayaq. Əlbəttə ki, ilk növbədə üzümüzü nəmləndiririk. Ondan öncə isə əlbəttə ki, təmizləyirik üz yuma gelindən. Ondan sonra ya toner, ya da ki, artıq krem etaplarına keçirik. Artıq üzümü nəmləndirmişəm və indi isə primer edəcəm. Primer nə üçün gərəkdir? Ümumiyyətlə, daha çox saat qalması üçün make-upın və əgər üzünüzdə o make-up artıq yeyilirsə, o artıq elə bir şeyə icazə vermir. O primer cəhətdən çox yaxşıdır və ilk növbədə bu primeri istifadə edəcəm. Bugünkü makiyajım çox da belə gündəlik makiyajım olmayacaq açığı. Gündəlik makiyajda mən çox da bu məhsullardan istifadə etmirəm. İndi özünüz görəcəksiniz. Sırf bugün belə qəşəng şəkilləri alındırmaq istəyirəm. Ona görə bugün biraz çox edəcəm. Normalda məsələn mən konsiler istifadə edirəmsə, indi konsiler, tonalka və başqa bir şeylər istifadə edəcəm. Primerimi etdim. Biraz gözləmək lazımdır. Sponjikim. Çox bəyənirəm ki, bunun öz qabı var. İndi ilk tonalkadan başlayacağım. İlk növbədə mən əlimə vururam bu hissəyə və sponjiklə üzümə vuracağım. Gördüyünüz kimi artıq bütün tonalkanı üzümə vurdum. İndi isə konsiler vuracağım və bu konsiler istifadə edirəm. Konsileri də eynən tonalka şəklində əlimə vururam. Bu metodu mən ümumiyyətlə YouTube-da görmüşdüm. Make-up'ınız daha yaxşı üzünüzə oturur. Hər kəsin öz metodu var, make-up etmək metodu. Mən belə edirəm. İndi axırda nəticəni görəcəksiniz onsuz. Gəlin davam edək. Bir dənə palet istifadə edəcəm bugün bütün video ərzində və bu palet istifadə edəcəm. Burada hər şey var. Contour, blush, highlighter da var. Bu palet məndə 1 il yarım var yəqin ki. Bəlkə də daha çox. Bitmir və hər gün işlədirəm. Artıq yəqin ki görürsünüz. Bitmək üzrədir və ikinci dəfədə belə alaram. Yəni çox xoşuma gəlir ki, bu belə bir keyfiyyətli paletdir. Konturu bu hissəyə, bu yuxarı hissəyə vurdum və bu tərəfə də. Eynən bu şəkildə də bu o biri hissəyə vururam. Biraz yuxarı və aşağıda bu hissələrə. Bundan isə ənlik vururam və biraz yuxarı və aşağı. Yəni adamın rəngi açılır artıq gördüyünüz kimi. İndi isə highlighter edəcəm. Biraz burada vururam, belə edirəm. Hələlik tam bitirməmişəm, amma qaşımı artıq daramaq istəyirəm. Başda əslində mən darayıram, sonra axırda da fiksatordan üstündən keçirəm. Bu qaş gelini artıq bütün blogerlarda görmüş ola bilərsiniz. Xarici Rus blogerlarında. Çox balaca bir belə kistişkası var. Səhər çəkdiyiniz bu qaş geli axşamda eynən o şəkildə də qalır. Təsəvvür edin, yəni heç bir dəyişiklik olmur və buna görə də bunun bu özəlliyinə görə çox bəyənirəm. Bunun başqa bir açıq pink rəngində də var, amma bu daha çox qalıcı olduğunu dedilər. Davam edək. Deməli, highlighterın yanındakı olan bu rəng çox xoşuma gəlir, sırf amma ten kimi istifadə etmək üçün. Və gəlin indi baxaq. Highlighter mənə çox az gəlmiş ola bilər. Ona görə biraz da bura yenə highlighter vurum. Açığı videoda görsənmir, amma yəni canlı həyatda artıq yetərincə vurmuşam. Yəni bu qədər də bəsdir məncə. İndi isə pudra vaxtıdır. Yəni pudrasız heç bir make-up'ı bitirmək olmaz. Ona görə də artıq pudramızı vuraq. İlk başda istərdim dodağımı nəmləndirim. Hələ dodaq prosesinə başlamamış. İndi isə tuş. Deməli, mən Temodan belə bir şey sifariş eləmişəm. Tuş edərkən həmişə başqa yerlərə yayılır. Ona görə belə bir şey istifadə edirəm. Mənim gözlərim çox allergik olduğu üçün mən belə yavaş-yavaş edirəm və məndə alınmır heç vaxt belə normal tuş eləmək.
Ona görə mən çox vaxtı ya eləmirəm tuş, ya da ki edərkən də belə biraz edirəm. Artıq bitirdim. Bir dənə dodaq qaldı. Bu artıq məndə ikincisidir və artıq bitmək üzrədir. 100% üçüncüsünü də alacağam. İndi görəcəksiniz dodaqda effekti necə olur. Deməli bu qədər. Artıq bitirdim. Make-up'ımı və hazıram. Gecikirəm düzü, amma videomu da çəkmiş oldum. İnşallah bəyənərsiniz bu videonu. Ümumiyyətlə belə harasa hazırlaşarkən belə olur sırf make-up'ım. İsə belə bir gəzinti falan üçün isə ancaq konsiler edirəm və biraz da ənlik edirəm. Bu qədər. Çox da onda hazırlaşmıram açığı. Deməli bu qədər. Əgər videonu bəyəndinizsə, əlbəttə ki, like-ın və abunə olmağı da unutmayın əlbəttə ki. Növbəti video isə artıq sizə bağlıdır. Artıq kommentlərdə yazarsınız, nə tipdə bir video istəyirsiniz və ümumiyyətlə nələr maraqlıdır sizə. Bu qədər. İzlədiyiniz üçün də təşəkkürlər. Hər kəsə bay bay.